Paşinyan qorxur, Bakı ilə sülhə qədər qıtıntıdan çıxsa. Fikrimcə, Baş nazir Nikol Paşinyan Azərbaycanla sülh sazişi imzalanana qədər kollektiv təhlükəsizlik müqaviləsi təşkilatını KTMT tərk etməyəcək. Əks halda Kreml parlament seçkisi öncəsi Paşinyana və onun partiyasına əlavə problemlər yaradacaq. Axar az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. Paşinyan və onun komanda üzvləri bunu anladıqlarından əvvəlki illərdən fərqli olaraq KTMT ilə bağlı sərt açıqlamalar verməkdən çəkinirlər. Təsadüfi deyil ki, Ermənistan rəsmiləri qıtıntının tədbirlərində iştirak etməsələr də təşkilatın qərarlarının qəbuluna əngəl olmayacaqlarını bildiriblər, politoloq vurğulayıb. Qeyd edək ki, noyabrın 27-də Bişkekdə keçirilən KTMT Kollektiv Təhlükəsizlik Şurasının sammitində Ermənistan iştirak etməyib. Key və Paşinyan bütün ermənilərin katolikosu vəzifəsinə 2 namizədi nəzərdən keçirir. Ermənistanın baş naziri Nikol Paşinyan bütün ermənilərin katolikosunun mümkün varisi kimi üstünlük verdiyi 2 namizədi müəyyənləşdirib. Oxu az xəbər verir ki, bu barədə Coxovurt qəzeti öz mənbələrinə istinadla yazıb. Nəşrin məlumatına görə namizədlərdən biri Erməni Apostol Kilsəsinin ABŞ-dakı Qərb yeparxiyasının başçısı arxiyepiskop Ovnan Terteryan, digəri Böyük Kilikiya evinin katolikosu Aramdır. Hakimiyyət hesab edir ki, onlar ən azından vəziyyətin gedişatı aydın olana qədər sadiq qalacaqlar. Qəzetin mənbələri bildirirlər ki, güc strukturları artıq yeparxiya başçılarını, o cümlədən yepiskoplar səviyyəsində toplantıdan sonra yayılmış bəyanatı katolikosa qarşı imzalamış və ya imzalamamış şəxsləri tək-tək ziyarət etməyə başlayıblar. Baş nazirin aparat rəhbəri Arayik Arutyunyan noyabrın 27-də yepiskopların bəyanatının fotosunu paylaşıb. Bəyanata əsasən İstintaq Komitəsinin ekspertizası etməcinin dəftərxana rəisi arxiyepiskop Arşak Xaçatriyana aid edilən videonun həqiqiliyini təsdiqləyib. Sənəddə qeyd olunur ki, nəticələr katolikos Uqariginə təqdim edilib, lakin o, özü tərəfindən yaradılmış komissiyanın ekspertizasını əhəmiyyətsiz hesab edib. Bəyanatda yepiskoplar müqəddəs etməcini günahkar din xadimindən və onun məsuliyyətini bölüşənlərdən təmizləməyə çağırıb və katolikosun mövqeyini tənqid ediblər. Sənədi 13 yepiskopdan 9-u imzalayıb, onların arasında arxiyepiskoplar Ovnan Terteryan, Navasart Kçoyan, Arakel Karamyan, Sion Adamyan, Vazgen Mirzaxanyan, Anuşavan Camkoçyan, Vırtanis Abrahamyan, Artak Tigranyan və Gevorg Saroyan var. Paşinyan elə həmin gün ruhanilərlə görüşməyə hazır olduğunu bildirib. Dünya Putinə gülür, Rus ordusu olmayan şəhəri alıb. Rusiya prezidenti Vladimir Putin Bişkekdə çıxışı zamanı Rus ordusunun Ukraynada olmayan bir şəhərdə irəliləməsindən danışıb. Axar az xəbər verir ki, bu barədə Agentstvo nəşri məlumat yayıb. Qırğızistanda keçirilən mətbuat konfransında Prezident Putin Rusiya qoşunlarının Komsomolsk şəhərindəki irəliləyişlərindən danışıb. Belə bir şəhər isə mövcud deyil, nəşr bildirib. Kremlə yaxın bir neçə Telegram kanalı isə Putinin olmayan bir şəhər barədə danışmasına səbəb kimi baş qərargah rəisi Valeri Gerasimovun ona yanlış informasiya verməsini göstərib. Vladimir Putin baş qərargahdan birbaşa Gerasimovdan keyfiyyətsiz bir arayış alıb və orada mövcud olmayan bir şəhərdən bəhs edilib. Bu, sadəcə olaraq biabırçılıqdır. Bunun necə baş verdiyini araşdırırıq, məlumatda vurğulanıb. Qeyd edək ki, dünən Rusiya prezidenti Vladimir Putin Bişkekdə çıxışı zamanı Komsomolskda şəhər döyüşlərinin getdiyini və Rus ordusunun irəlilədiyini bildirmişdi. Onun olmayan bir şəhər barədə çıxışı gülüşə səbəb olmuşdu.